Salam hər kəsə. Bugünkü mövzumuz atmosfer təzyiqi və küləkdir. Əvvəlcə baxaq atmosfer təzyiqi nə deməkdir? Bilirik ki, hava müxtəlif qazlardan və tozlardan ibarətdir və hava yer səthində olan bütün cisimlərə müəyyən bir qüvvə ilə təsir eləyir. Yəni təzyiq göstərir. Bax bu adlanır atmosfer təzyiqi, yəni havanın təzyiqi. Atmosfer təzyiqi təbii ki də hava kütləsinin çəkisindən, havanın temperaturundan və yüksəklikdən asılı olaraq dəyişir. Atmosfer təzyiqini barometr aneroid, yəni mayesiz barometr və yaxud da mayeli civəli barometrlə ölçürlər və xəritələrdə eyni təzyiqə malik olan nöqtələri birləşdirən xətt izobar adlanır. Yəni eyni təzyiqə malik nöqtələri birləşdirən xəttlərdir bu. Daha sonra baxaq görək normal atmosfer təzyiqi neçə qəbul olunub. Normal atmosfer təzyiqi 45 dərəcəlik paraleldə, okean səviyyəsində, yəni 0 metrdə, 0 dərəcə Selsi temperaturda 760 mm civə sütununa bərabərdir. Əgər təzyiq 760-dan çox olsa yüksək təzyiqdir, aşağı olsa alçaq təzyiqdir və bunu nəyə görə əsas bilmək vacibdir? 45 dərəcəlik paralellə okean səviyyəsini mütləq yadınızda saxlayın ki, orada normal atmosfer təzyiqidir. Bəzən məsələdə verir ki, dağın ətəyi 45 dərəcəlik paraleldədir və yaxud da ki, okean səviyyəsindədir. Artıq siz bilməlisiniz ki, deməli orada təzyiq 760 mm civə sütununa bərabərdir. Ekvatordan qütblərə doğru getdikcə havanın temperaturu dəyişir. Bununla bağlı olaraq təzyiq sahələri də dəyişir. Çünki biz bayaq demişdik də təzyiq temperaturdan asılıdır deyə. Baxın, deməli 7 təzyiq quşağı ayrılır. Ekvator 1 ekvatorial alçaq təzyiq, şimal mülayim, cənub mülayim. 2 də bu oldu 3 deməli alçaq təzyiq sahəsi var. Şimal tropik, cənub tropik, şimal qütb, cənub qütb yüksək təzyiq sahələridir. 4 də yüksək təzyiq sahəsi. Ümumilikdə 7 dənə təzyiq quşağı oldu. Və bu təzyiq sahələri nəyə görə təzyiq quşaqları yüksək, alçaq hansı xüsusiyyətinə görə ayrılıb? İndi ona baxaq. Həmçinin bu termik və dinamik olmaqla da ayırır. Əgər təzyiq birbaşa temperaturdan asılı olaraq yüksək və yaxud da alçaq olubsa, bu olur termik. Yox, dinamik hadisələrlə bağlıdırsa, deməli dinamik olacaq. Yəni biz əsas burada baxacağıq ki, görək hansı təzyiq sahələri termikdir, hansılar dinamikdir. Baxın, ekvator və ərazilərdə il boyu hava istidir. İsti hava yüngül olduğuna görə yuxarıya doğru qalxır. Əgər hava yuxarı qalxıbsa, deməli oradakı yer səthində olan cisimlərə təsiri daha az olacaq, daha aşağı olacaq, yəni alçaq olacaq. Deməli ekvatorda isti hava qalxandır, isti hava yuxarıya doğru qalxır və burada alçaq təzyiq formalaşdırır. Həmçinin qütblərdə də havanın temperaturu çox aşağı olduğuna görə hava aşağıya doğru enir və burada yüksək təzyiq formalaşdırır. Təbii ki, hava ağırdır, soyuqdur, ağırdır, aşağıya doğru enirsə, deməli onun göstərdiyi təzyiq daha yüksək olar da, düzdürmü? Baxın, bu temperaturla bağlı oldu. Deməli, ekvator və qütblərdə termik təzyiq sahələri, yəni termik alçaq və yüksək təzyiq sahələri yarandı. Yəni, sırf temperaturla bağlı oldu. Bəs dinamik nədir, necə olur? Baxın, tropiklər və mülayimlər isə dinamik təzyiq sahələridir. Nəyə görə? Çünki ekvatordan qalxan isti və rütubətli hava bir hissəsi bura yağıntı olaraq düşdü. Onu bildik. Bir hissəsi yağıntı olaraq düşür, amma bir hissəsi isə gedir tropiklərə və tropiklərə gedəndə yolda soyuyur, soyuq hava ağırlaşır və tropiklərdə aşağıya doğru enir. Aşağı endiyinə görə burada yüksək təzyiq sahəsi yaranır. Normalda bilirik, tropiklər səhraların əksəriyyəti elə tropiklərdədir. Tropiklərdə isti havadır. Normalda isti hava yuxarı qalxmalıydı. Amma ekvatordan qalxan isti hava gedib tropiklərdə aşağıya endiyinə görə tropiklərdə yüksək təzyiq sahəsi yaranır. Daha sonra mülayimlərdə nəyə görə bəs dinamikdir? Çünki tropiklərdən gedən isti hava qütblərdən gələn soyuq hava mülayimdə toqquşur və nəticə etibarıyla burada alçaq təzyiq sahəsi yaradır. Deməli, yer kürəsində 7 təzyiq quşağı ayrıldı. Ekvatorda termik alçaqdır. Nəyə görə termik alçaq? Çünki temperaturla bağlı oldu. İsti hava yuxarı qalxdı və alçaq təzyiq sahəsi formalaşdırdı və qalxan hava yağıntı verdi. Yəni ekvator və ərazilərə il boyu bol yağıntı düşür. Səbəb də burada qalxan hava qalxıbsa alçaq təzyiq və yağıntının bol düşməsidir. Daha sonra bu oldu termik. Sonra keçdik tropiklərə. Tropiklərdə isə dinamik yüksək təzyiqdir. Nəyə görə dinamikdir? Çünki normalda isti havadır. Normalda yəni temperatura görə olsaydı orada alçaq təzyiq formalaşmalıydı. Amma ekvatordan qalxan hava gedib tropiklərdə aşağıya doğru endiyinə görə enən hava yüksək təzyiq formalaşdırdı. Daha sonra
Keçsək mülayimlərə. Mülayimdə nəyə görə alçaqdır? Çünki tropiklərdən gedən isti hava ilə qütbdən gələn soyuq hava toqquşdu və burada alçaq təzyiq formalaşdırdı. Bu da oldu dinamik alçaq. Yenidən qütblərdə isə bu termikdir. Nəyə görə? Çünki yüksək təzyiq formalaşdırıb orada soyuq hava. Qütblər həmişə bilirsiniz soyuqdur və soyuq hava ağır olduğuna görə aşağı enir və enən hava yüksək təzyiq formalaşdırır. Daha sonra keçək. Baxın, burada da bunu oxuyub başa düşə bilərsiniz. Eləyin dediklərimi də burada qeyd etmişəm. Bir dəfə də ümumi olaraq deyək, ekvatorda isti hava qalxır, alçaq təzyiq formalaşdırır. Tropiklərdə isə ekvatordan gələn hava enir, ona görə yüksək təzyiq formalaşdırır. Mülayimdə isti və soyuq hava toqquşduğuna görə dinamik alçaq təzyiq formalaşır. Hava deməli qalxan hərəkəti var orada. Qütblərdə isə yenidən soyuq olduğuna görə enir və yüksək təzyiq formalaşdırır və qalxan hava yağıntı verir, enən hava isə yağıntı vermir. Həmçinin təzyiq dağın ətəyindən zirvəsinə doğru da dəyişir. Yəni yüksəkliyə qalxdıqca da dəyişir. Yüksəyə qalxdıqca hər 10 metrdə 1 mm civə sütunu təzyiqin aşağı düşməsi adlanır barik pillə. Bununla bağlı siz çoxlu məsələ görəcəksiniz. Məsələn, buradan baxın bir dənə. Dağın ətəyi dəniz səviyyəsindədir. 760 mm civə sütunudur. Məsələn, deyək ki, 3-cü rəqəm olan yerin hündürlüyünü tapaq. Necə tapa bilərik? Əvvəlcə baxırıq, dağın ətəyində 760 mm civə sütunu var. 3 rəqəmi ilə işarələnmiş yerdə isə təzyiq 460 mm civə sütunudur. Baxın, 760-dan 460-a qədər azaldı. Nə qədər azaldı? 760 çıx 460 bərabərdir 300 mm civə sütunu təzyiq azalıb. Düzdürmü? Deməli, mən neçə metr yuxarıya qalxmışam ki, orada 300 mm az olub. Mən bilirəm axı, hər 10 metr qalxanda təzyiq 1 mm civə sütunu aşağı düşür. Bilmirəm neçə metr qalxmışam, amma təzyiq 300 mm civə sütunu aşağı düşüb. X bərabərdir 3000 metr. Deməli, 3 rəqəmi ilə işarələnən yerdə hündürlük 3000 metr imiş. Yəni, təzyiq fərqini tapıb ona vurmaqla biz hündürlüyü tapa bilərik. Əgər hündürlük fərqi versəydi, hündürlük fərqini tapıb ona bölərək yenə təzyiqi tapmış olardıq. Məsələn, bir dənə məsələ vermişəm burada. Ətəyi okean səviyyəsində olan dağın 2660 metr yüksəklikdə atmosfer təzyiqini müəyyən edin. Deyirəm ki, ay müəllim, mən bilirəm ki, yuxarıya doğru qalxanda hər 10 metrdə təzyiq 1 mm civə sütunu aşağı düşür. Bu isə deməli nə qədər düşüb? Burada isə 2660 metr yuxarıya qalxmışam. Deməli, x mm civə sütunu aşağı düşər. Əvvəlcə 2660-ı vururam 1-ə bölürəm 10-a, bu eləyir 260 mm civə sütunu, daha doğrusu 266 mm civə sütunu. Deməli, bildim ki, mən 2660 metr yüksəyə qalxanda təzyiq 266 mm civə sütunu aşağı düşəcək. Bəs ətəkdə nə qədər idi ki? Baxın, bu okean səviyyəsində sözünü sizə boşuna verməyib. Okean səviyyəsində sözünü verməklə sizə deyir ki, dağın ətəyində təzyiq 760-dır. Yəni, normal atmosfer təzyiqidir. Və sən 2660 metr yuxarı qalxanda təzyiqin 266 mm civə sütunu azaldı. Nə qədər oldu? 494 mm civə sütunu. Baxın, burada da bir məsələ var. Hər 10 metrdə təzyiq 1 mm civə sütunu aşağı düşür. Yəni, burada deyir ki, 3000 metrdə nə qədər olar? Baxıram ki, 0 metr, baxın. Dəniz səviyyəsində 0 metrdə 760 mm civə sütunudur. 3000 metr qalxdım, nə qədər azalar? Deyirəm, ay müəllim, hər 10 metrdə 1 azalırdı. Mən nə qədər qalxacam? 3000 metrdə x azalar. 3000-i bölürsən ona 300. Yəni də deyirəm, bunu əvvəl belə eləyəcəksiniz. Sonradan artıq bu avtomatikləşəcək və baxan üçün biləcəksiniz ki, 3000 metr yuxarı qalxmışamsa, deməli 300 mm civə sütunu təzyiqim azalıb. Yəni ona böləcəksiniz metri. 300 mm civə sütunu azalıb. Ətəkdə 760 idi. 300 azaldı, nə qədər oldu? 460 mm civə sütunu. Bu qədər bəsit. Yəni təzyiq məsələləri asandır. Təzyiqi burada saxlayaq. Külək üçün ayrıca bir video olacaq. Diqqətiniz üçün təşəkkür edirəm. Hələlik.